Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 170, 202 marşrutun son dayanacağından 150-200 metr məsafədə, gözəl bir yerdə, qapının ağzına qədər asfalt olan ərazidə, üzə ağlaylı, 6 qarajlı, 4 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi evin xarici görünüşüdür. Ev həqiqətən çox gözəl təmir olunmuş bir evdir. Buradan daxil oluq evin həyətyanı sahəsinə. Çöldən altı qarajı var. Daxil olursunuz qarajı, oradan da birbaşa evə daxil olmaq olur. Bura həyətyanı sahəsidir. 2 maşında yenə burada həyəti var. Gördüyünüz kimi də evin qabaq tərəfinə də üzə arkadaşlarım üzəyib. Gördüyünüz kimi də ev səliqəli, səhmanlı bir evdir, hörmətli izləyicilər. Yuxarıda belə gördüyünüz kimi də çardaqla yığdırıb istəsəz üstün belə bağlaya bilərsiniz. Həyətə heç bir pəncərə baxmasa. Üzü ağrayla, daşlarla da üzəlib. Ev həqiqətən çox səliqəli, səhmanlı bir evdir. Buradan daxil olub birinci aşağı ilə tanış olaq, hörmətli izləyicilər. Deməli, bu hissəsi gördüyünüz kimi yayda zətdə oturmaq üçün ev sahibi belə bir gözəl şərait yaradır. Baxın. Keçirik buradan içəri. Su çərinliyi ilə təchiz olunub ehtiyatsın. Su problemi yoxdur, amma yenə qoyub ev sahibi. Burada belə bir otaqdır, qradovka zat belə. Kombilər görürsünüz, hamısı bütün aksesuarlar qurlaşdırılıb. Ev qurqabı qoşa daşdan inşa olunub. Gördüyünüz kimi də ara kəsimləri də qoşadır. Burada aşağıda bir sanuzeldir, ayrıca hamam var. Baxın belə, gördüyünüz kimi də hamam hissəsidir bura. Burada bəyaqları çöldən göstərdiyim qarajdır. 2 maşınlıq rahat qarajı var. Baxın. Qaraja daxil olduğunuz birbaşa evə çıxmaq mümkündür. Hörmətli izləyicilər, gördüyünüz kimi bütün nə varsa hamısı təqdimatda bu aşağı sizinlə tanış olduq. Keçən indi evin əsas özü ilə tanış olaq. Ev həqiqətən çox gözəl yerdə yerləşir. Yeri yaxşıdır, marşrutlara yaxındır, məktəblərə yaxındır. Yəni bunu nəzərinizə çatdırıram. Meyvə bazarına, dükana, məktəbə, marşrutlara yaxın yerdə yerləşir, çox gözəl yerdə yerləşir. Qalxırıq buradan yuxarı. Qalxan kimi. Bura evin giriş hissəsidir. Dəhlizi hardasa 1.50-1.60 olar. Eyni təxmin deyirəm, ölçü deyirəm. Hündürlüyü 3 metrdir, rahat. Qapıları, ağ qapılardan istifadə olunub gördüyünüz kimi. Bura mətbəx hissəsidir. Mətbəxi gördüyünüz kimi həm haradasa 14 kvadrat olar, 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq elər, hörmətli izləyicilər. Solda, burada yenə də uşaq otağıdır. Pəncərələrindən tam rahat işıq düşür. Ev havalanmaya tam uyğundur, hörmətli izləyicilər. Sağda, burada qonaq otağıdır. Gördüyünüz kimi kombi sistemləridir, kondisionerdir, evin üstündə qalır. Yəni evə bir dənə gir yaşa vəziyyətindədir və şu yığ gətir evin içinə. Ev oturmuş evdir. Təzədən təmir olunub, satışa çıxardıb, hörmətli izləyicilər. Bunu da nəzərinizə çatdırın. Burada bir hardasa 14-15 kvadratlıq bir yataq otağıdır. Burada da 15-16 kvadratlıq təxmini bir balaca böyük otaqdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırın. 4 otaqlı evlərdə adətən evlərin bir hissəsi, yəni 2 otaqlar həmişə balaca olur, qız oğlan üçün ayrılır. Bir dənə geniş yataq otağı olur, əlavə 2 otaqda balaca olur. Yəni qız oğlan üçün uşaq otaqlar olur. Sonda da burada sanuzeldir. Burada təmir qaydasında, gördüyünüz kimi duş kabinası zadı hamısı qaydasındadır. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik.
YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 155.000 start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.